Bəlkə də Afət məndən inciyəcək. Həm də çox inciyəcək. Afət, mən sənin xətrini istəyirəm, sən yaxşı xanımsan. Bəlli də yaşın var. Bəlli yaşın var da. Yəni biz neçə illərdir televiziyalarda çalışırıq, siz də, mən də. Mən həmişə elə sizi Afət kimi görmək istəyirdim və istəyirəm də. Son vaxtlar bilmirəm, bəlkə də ciddidir, bəlkə də bu şoudur. Mən heç kimdən bunu soruşmamışam ki, biz həmişə axı çalışırıq. Mən də illərlə televiziyada olmuşam, aparıcı olmuşam, layihə rəhbəri olmuşam, redaktor olmuşam. Təbii ki, biz də şoular etməyə çalışmışıq. Bir insanları belə matı qutu qurusun, Elgiz demişkə, nələrsə etməyə çalışmışıq. Amma bunu bir fərqli adamlarla etmişdi. Yəni onlar heç vaxt tanınmayıb, onları heç kim tanımayıb, heç kim onlar üçün maraqlı olmayıb. Amma Afəti hamı tanıyır axı. Afət, bax, bu ifadəmə görə üzr istəyirəm də. Xırda bir uşaqlarla çıxırsan sən orada, mən ailə qururam, o mənim rəfiqəmdir. Bax, dəfələrlə o ifadəni işlədirlər ki, Afət vaxtında uşaq dünyaya gətirsəydi, sizin o ərə gedəcəyiniz oğlan boyda, adı Fərhaddır da, səhv etmirəmsə, onun boyda bir oğlu var idi. Nə bilim, Afət vaxtında dünyaya uşaq gətirsəydi, o vuruşduğum bir xanım var, səhv etmirəmsə, onun adı Ülkərdir. Dəqiqləşdirdim ki, hansısa adlarda səhvə yol verməyim də. Bax, Afət, bundan sonra sənin nə ailə quran vaxtındır, nə dünyaya uşaq gətirən vaxtındır, nə ümumiyyətlə sənə bu şou yaraşmır. Sən həmişə xanım olmusan, xatın olmusan, rulun arxasında, nə bilim, kompüterin, notebookun arxasında belə sözü deməyə bacarmısan da. Bax, mən sənə layiq görmürəm. Yenə də deyirəm, sənin də, mənim də bəlli yaşlarımız var da. Bu yaşda özü kimlərlə? Bu ifadəmə görə, üzr istəyirəm, uşaqlarla, bax, sən qarşı-qarşıya durursan, nə bilim, onlarla mübahisə edirsən, onlarla hansısa xoşa gəlməyən ifadəni çözməyə çalışırsan, fikri. Afət, sənə yaraşdırmıram, əzizim. Sən nazir arvadı olmalısan, Sən azından nazir arvadı olmalısan. Azından bir millət vəkilinin arvadı olmalısan. Ay Afət, ay canım, ay gözüm, səni öpürəm. Sən mənim bir danəmsən. Bax, orada sənin üzvə deyirlər ki, Afət vaxtında uşaq dünyaya gətirsəydi, nə bilim, o oğlanla yaxşı da olardı, bu qızla yaxşı da olardı. Ona görə mən düşünürəm ki, bu sözləri götürməməlisən və Afət, sən azından nazir arvadı olmalısan. Sarə Səfra Bahadırdan tövsiyə Afət xanıma.